Salam yoldaşlar. Bugün biz bir S-də nomenklaturaları toplu şəkildə daxil edəcəyik. İlkin öncə daxil oluruq qaymə bölməsinə. Taxpo proqramı vasitəsilə gələn qaymələri çap edirik. Mən nümunə üçün bir neçə qaymə götürəcəm. Qaymələri əldə edəndən sonra kopyalayırıq bunları Excel-ə. Buradan malın siyahısından, mal olsun yenə müəyyən siyahı əldə etmişəm. Bunların duplikatlarını ləğv edəcəm ki, təkrarlanan mallar bir də çıxmasın. Və şərti olaraq, vahid olaraq ədəd qeyd edəcəm. İndi keçirik 1S-ə. 1S-də gördüyünüz kimi nomenklatura hissəmiz boşdur tamamilə. Bizim 1S yükləyici vasitəsilə gələn nomenklaturalar burada bütün, yəni hamısını seçmək olur. Biz nomenklatura seçirik. Excel-dən adını qeyd edirik. Və burada digər, əgər artikul, kod və ya digər varsa, hər hansı bir məlumat qeyd edə bilərsiniz. Yoxdursa, yalnız adı və ölçü vahidini qeyd etmək kifayətdir. Bunu da kopyalayırıq. Bundan sonra kontrol düyməsi var. Kontrol düyməsinə baxanda qeyd edilir. 92 sətirdir, heç bir səhv qeyd olunmayıb. Bundan sonra yüklə düyməsini basaraq həmin nomenklaturaları 92 ədəddir. Biz bazı yükləyirik. İndi nomenklatura bölməsinə keçəndə demək, məlumat kiçik abzası nomenklatura görəcəksiniz ki, bütün mallar bir-bir hamısı bazaya endirildi. Yəni bir-bir bunu əllə əlavə etməyə ehtiyac yoxdur.